hər vaxtınız xeyir olsun. Kanalımın dəyərli izləyiciləri. Bugün sizlərə izah edəcəyim digər mövzumuz müəllimin fasilitasiya bacarığı, cəlb olunma və refleksiyadır. Bu mövzular imtahan mərhələsində bizə lazım olan ən vacib mövzular sırasındadır. Elə isə vaxt itirmədən başlayaq mövzumuzun izahına. Müəllimin fasilitasiya bacarığı nədir? Fasilitator kimdir? Fasilitator nədir? Fasilitator öyrənmə prosesini asanlaşdıran, istiqamət verən bir şəxsdir. Yəni müəllim, fasilitator müəllim. Qısacası fasilitator müəllim bilikləri hazır şəkildə şagirdə ötürmür. O şagirdlərə suallar verir, o müzakirələr yaradır, hətta şagirdləri düşünməyə, araşdırmağa sövq edir. Yəni, məqsəd burada nədir? Fasilitatorun gördüyü iş nədir? Şagirdin özünün öyrənməsini kəşf etməsi. Müəllim burada şagirdə hazır məlumat ötürmür. Onu sadəcə yönləndirir, istiqamətləndirir. Ümumiyyətlə, bir müəllimin funksiyaları nədir? Müəllimin sinifdə gördüyü iş nədir? Tədris etmə, yəni bilik bacarıqları, vərdişləri şagirdə öyrətmə. O bacarıqları şagirddə inkişaf etdirmə. Tərbiyə edici funksiyası var bir müəllimin. Yəni şagirdlərə dəyərlər, davranışlar haqqında məlumat verməlidir. İnkişaf etdirici, təşkilatçı, qiymətləndirici və s. müəllimin funksiyalarıdır. Yəni bir müəllim şagirdi məktəbdə tərbiyə edir, bir müəllim şagirdi məktəbdə inkişaf etdirir, qiymətləndirir, motivə edir, yəni motivasiya edir şagirdi və öz dərsini tədris edir. Bunlar bir müəllimin funksiyalarıdır, yəni bir müəllimin gördüyü işlər. Bəs fasilitator müəllimin rolu nədir? Fasilitator müəllim kimdir? Fasilitator müəllim bələdçi müəllimdir. Yəni bu müəllim bələdçilik rolu oynayır. Müəllim bilikləri birbaşa şagirdə ötürmür. Konkret olaraq birbaşa şagirdə bu məlumatı vermir. Şagirdləri istiqamətləndirir ki, onlar özləri öz biliklərini kəşf etsin. Bu bələdçi bir müəllimin roludur. Şagirdə hazır məlumat ötürmür. Onları yönəldir ki, o məlumatı özləri kəşf etsin, özləri araşdırsın. İkinci, məlumatla təmin edən. Yəni, şagirdlərin öyrənməsi üçün lazım olan resursları, əşyaları, məlumatları təqdim edir. Məsələn, bugünkü verdiyim tapşırığı kitabxanadan filan kitabı əldə edərək məlumatlar toplaya bilərsiniz. Yəni, resurslara, əşyalara yönəldirəm. Və yaxud da bugünkü tapşırığımızı filan sayta daxil olaraq daha ətraflı əsas məlumatları əldə edərək hazırlaya bilərsiniz. Yəni, onlara hazır məlumat ötürmürəm. Onları sadəcə yönləndirirəm ki, özləri kəşf etsin, özləri araşdırsın informasiyanı. Üçüncü nədir? Tədqiqatçı müəllim. Müəllim daim öyrənir, araşdırır, dərs prosesini inkişaf etdirir. Yəni, bu müəllim neyinir? Şagirdləri müşahidə edib tanımalıdır yaxından. Hansı şagird necə öyrənir, hansı şagirdin maraq dairəsi nədir, onun fikirləri nədir mövzuya qarşı. Yəni, daim şagirdləri tədqiq etməlidir. Tədqiqatçı müəllim budur. Həmin o bilikləri, yeni olan informasiyaları öyrənib şagirdə də öyrətmək. Növbəti, yaxşı fasilitator olmaq üçün müəllim hansı fəaliyyətləri icra etməlidir? Yaxşı fasilitator olmaq üçün, ümumiyyətlə fasilitator müəllim olmaq üçün 4 addım var. Birinci, təlim nəticələrini əvvəlcədən paylaşın. Təlim nəticəsi nədir? Dərsin məqsədi. Dərsin əvvəlində şagirdlər nə öyrənəcəksə onu bilməlidir. Dərsin sonunda əldə edəcəyi o nəticəni şagird əvvəlcədən bilməlidir. Yəni, dərsin məqsədini şagirdlərə əvvəldə elan etməliyik. İkinci nədir? Şagirdlərinin məqsəd və maraqları ilə tanış olun. Əlbəttə, məqsəd və maraqlar şagird yönümlü prinsipə dayanır. Şagirdlərin maraq və ehtiyaclarını öyrənərək dərsi ona yönələrək qurmaq. Yəni, dərsimizi şagird yönümlü qurmaq lazımdır.
Kurikulumun elə birinci prinsipi də şagird yönümlü prinsipidir. Yəni şagirdlərin maraq və tələbatlarını nəzərə alaraq dərsimizi o yöndə planlaşdırıb qurmaq. Növbəti, şagirdlərinizi cəlb edin. Aktiv iştirak üçün biz müxtəlif suallar, müzakirələr, fəaliyyətlər təşkil edə bilərik ki, bizim dərsdə şagirdlər aktiv olsun. Dərs prosesinə daha tez cəlb olunsun. Baxın, bu yaxşı fasilitator olmaq üçün müəllimə lazım olan 4-cü addımdır. Hazırki dövrümüzdə şagirdlərin fikri 100% dərsdə olmur. TikTokda olur, müxtəlif oyunlarda olur, telefonda, çöldə, bayırda, belə deyək. Şagirdlərin fikrini o oyunlardan, TikTokdan qoparıb dərsə gətirmək üçün bu 3-cü addım bizə lazımdır. Şagirdlərimizi dərsə cəlb etməliyik. Müxtəlif üsullarla, maraqlı fəaliyyətlərlə, oyun xarakterli, tapmaca xarakterli dərslərimizi təşkil edərək biz şagirdlərdə motivasiya yarada bilərik. Onların diqqətini dərsə cəlb edə bilərik. 4-cü nədir? Sinif otağından kənara çıxın. Yalnız ənənəvi dərslə kifayətlənməyin. Yəni, yalnız sinifdə dərs keçməyin. Onları sinifdən kənara çıxarın. Məsələn, təcrübə üçün fizika dərsində, kimya dərsində laboratoriyaya apara bilərsiniz. Onlara maddələr üzərində dərsi başa sala bilərsiniz. Və yaxud da təsviri incəsənət dərsində onlarla məktəbin həyətində kəşfiyyat edə bilərsiniz. Müxtəlif rəsmlər çəkə bilərsiniz. Baxın, yəni bu sinifdən kənara çıxın o deməkdir ki, müəllimlər yalnız ənənəvi formada yalnız sinifdə dərsini keçməsin. Kitabxanaya apara bilərsiniz, laboratoriyalara apara bilərsiniz, idman zalında bir fəaliyyət edə bilərsiniz. Yəni sinifdən kənarda dərslərimizi daha aktiv hala gətirə bilərik, şagirdlərimizi canlandıra bilərik. Bu da fasilitator müəllimin yəni etməli olduğu bacarıqlardır. Bu qədər. İndi isə fasilitator müəllim özündə hansı bacarıqları formalaşdırmalıdır. Yəni siz fasilitator müəllim olmaq üçün bir neçə bacarıq var ki, onlara sahib olmalısınız. Gəlin görək o bacarıqlar nələrdir. Birinci, müşahidə etmək, yəni müşahidə bacarığı. Yalnız nəticəyə deyil, prosesə də diqqət yetirmək. Yəni, müəllim yalnız nəticəni yox, şagirdin öyrənmə prosesinə də diqqət etməlidir ki, onu müşahidə etsin, onu anlasın, kəşf edə bilsin. Müşahidə bacarığı şagirdin gördüyü işi də izləyib, dəyərləndirməkdir, onu müşahidə etməkdir, beynimizdə təhlil aparmaqdır. Müşahidə bacarığı budur. İkinci, dinləmə bacarığı. Təkcə sualın cavabını alan zaman yox, digər məqamlarda da şagirdi dinləməliyik. Yəni, müəllim təkcə cavab zamanı deyil, dərsin bütün mərhələlərində şagirdi fikirlərinə hörmətlə yanaşmalıdır, şagirdləri diqqətlə dinləməlidir dərs sonuna qədər. Yəni, müəllim öz istədiyi cavabı alana qədər yox, şagird sözünü bitirənə qədər, cümləsini bitirənə qədər, öz fikrini müəllimə başa salana qədər müəllim onu dinləməlidir. Dinləmə bacarığı da budur. Üçüncü, məqamında düzgün müdaxilə etmək. Yəni, bu nədir? Şagirdin fəaliyyətini düzgün yönəltmək və idarə etmək məqsədi ilə lazım məqamda müdaxilə etmək. Lazım olan anda şagirdin fəaliyyətinə müdaxilə etmək lazımdır. Onu düzgün istiqamətləndirmək lazımdır. Hazırda şagird bir tapşırığı gözümün önündə səhv yazırsa, ona sabah və yaxud da 4-5 gündən sonra müdaxilə etmək lazım deyil. Elə anındaca şagirdə onu müxtəlif yollarla başa salmalıyıq. Məqamında müdaxilə etməliyik. Dördüncü, planlaşma və hazırlıq. Planlaşma və hazırlıq müəllimin gündəlik planıdır. Yəni, biz buna icmal deyirik. Səmərəli proses üçün əvvəlcədən hazırlaşır. Yəni, müəllimin dərsinin keyfiyyətli olması üçün, o dərsin yaxşı nəticəsi olması üçün müəllim əvvəlcədən o dərsə bir plan qurur, hazırlaşır. Müəllim dərsin effektiv keçməsi üçün əvvəlcədən öz planını qurur. Hazırlıqlı gedir dərsinə. Bu, bizim planlaşma və hazırlıq bacarığımızdır ki, bunları da əgər özünüzdə formalaşdırırsınızsa, bu fasilitator müəllim olmağın öz bacarıqlarıdır.
Fasilitator mövzumuz bu qədər. Ümid edirəm ki, hər kəs tam aydın formada dərsi başa düşdü. İndi isə keçək cəlb olunma, yəni motivasiya, refleksiya hissəsinə. Bəli, dərsə cəlb olunma. Cəlb olunma istənilən fəaliyyətə maraq oyatmaq deməkdir. Bir növ şagirdi qarmağa keçirtmək, elə həmçinin motivasiya etmək. Yəni, cəlb olunma şagirdlərdə dərsə maraq yaradır. Cəlb olunma müxtəlif yollarla, üsullarla, resurslarla şagirddə maraq yaradır. Dərsə qarşı marağını oyadır. Müəllim şagirdləri motivasiya edərək onları aktiv şəkildə öyrənmə prosesinə qoşmalıdır, çağırmalıdır ki, bu da dərsə cəlb etmə sayılır. Və şagirdi dərsə cəlb etməyin bir neçə yolları var. Maraqlı başlanğıc. Dərsi diqqət çəkən sualla, faktla və ya hadisə də ola bilər ki, biz bu sualla, faktla, hadisə ilə dərsimizi başlaya bilərik ki, bu şagirdin dərsi diqqətlə, həvəslə, maraqla dinləməsinə səbəb ola bilər. İkinci, əyani vasitələrdən istifadə etmək, yəni resurslardan, şəkildir, videodur, xəritədir, qlobusdur, boyalar ola bilər, təsvirincə sənət, yəni hər fənnin öz əşyası, resursu var. Bu əyani vasitələrdən istifadə də odur ki, müəllim hər hansı bir resursdan istifadə edərək dərsi daha başa düşülən formada keçsin, daha maraqlı hala gətirsin. Növbəti, proaktiv xarakterli suallar, proaktiv suallar, düşündürən, müzakirə yaradan sualların verilməsidir proaktiv. Vizual alətlər, məsələn, cədvəl ola bilər, diaqram ola bilər, sxem ola bilər. Bu kimi yəni dərsə cədvəllə, sxemlə başlayaraq şagirdlərin diqqətini də cəlb edə bilərik. Növbəti, musiqidən biri qaldı, hekayə oxumaq. Hekayə oxumaq nədir? Mövzuya uyğun hekayələr şagirdə təqdim edə bilərik ki, bunlar da onların diqqətini cəlb edə bilər. Musiqidən istifadə və s. Musiqidən istifadə də odur ki, musiqi dərsə emosional bir şənlik qatır, ruhən emosional bir rəng qatır, marağını yüksəldir. Musiqidən istifadə edərək, audio dinlədərək dərsi daha maraqlı hala gətirə bilərik. Və əsas məsələni unutmadan qeyd edim, motivasiya 3, 5, 7 dəqiqə ərzində aparılır. Xüsusən açıq suallardan istifadə olunur ki, şagirdin düşünməsi formalaşsın, yəni təfəkkürü. Şagirdin təfəkkürünün inkişafı üçün biz motivasiya zamanı, yəni dərsin əvvəlində açıq suallardan istifadə edərək motivasiyanı qura bilərik. Motivasiya fəaliyyətə, dərsə başlamağa kömək edir. Motivasiya şagirdin marağını artırır. Motivasiya nəticəni də yaxşılaşdırır, aktivlik yaradır sinifdə. Yəni motivasiyanın xüsusiyyətləri də bunlardır. Elə isə keçək indi refleksiya. Görək refleksiya nədir? Bəli, refleksiya biliklərin möhkəmlənməsidir. Edmund Burke demişdi ki, refleksiya etmədən öyrənmək qidanı çeynəmədən yemək kimidir. Yəni, refleksiya şagirdlərin düşüncəsi, əməli, xarakteri, dünya görüşləri, idraki proseslərdən xəbərdar olmaları və bunu başqaları ilə bölüşmələridir. Ümumiyyətlə, refleksiyanın gördüyü əsas işlər var. Məsələn, refleksiya şagirdin qazandığı, öyrəndiyi bilikləri dərk etməyə kömək edir, onu uzun müddətli yaddaşa keçirdir. Refleksiya şagirdin səhvlərini müəyyən edir, özünü qiymətləndirməsinə şərait yaradır, inkişafı təmin edir refleksiya və şagirddə düşünmə bacarığını da özündə formalaşdırır, inkişaf etdirir. Ümumiyyətlə, refleksiya mən nə etdim, necə daha yaxşı edə bilərəm kimi suallara cavab verir. Refleksiya nə üçündür? Dərsin, belə deyim, öyrənilən biliklərin möhkəmlənməsi üçün, uzun müddətli yaddaşa keçməsi üçün. Refleksiyanı da bir neçə iş üsulu var. 3-2-1-dir, çıxış biletləridir. Onu refleksiya aparmaq üçün bəzi fəaliyyətlər də var. Cümlə kökləridir, şəxsi jurnallardır, müzakirə, müsahibə, sual, cavab. Bunlar hər biri də refleksiya aparmaq üçün olan fəaliyyətlərdir.
Məsələn, burada refleksiyanın iş üsulu var. 3-2-1. 3-2-1 bir iş üsuludur. Yəni müəllim dərsin sonunda 5-10 dəqiqə qalmış bu 3-2-1 iş üsulundan istifadə edə bilər. 3-2-1 iş usulu şagirdin öyrəndiyini düşünərək qiymətləndirməsinə kömək edir. Yəni şagird özünü qiymətləndirir. Bir növ özünü qiymətləndirir şagird. 3 dənə əsas öyrəndiyini yazır, 2 dənə ona maraqlı gələn fikri qeyd edir, 1 dənə sualı varsa və ya da başa düşmədiyi bir məqam varsa, onu qeyd edir şagird. Bəli, bu 3-2-1 iş üsuludur ki, şagirdin öyrəndiklərini ümumiləşdirir. Şagirdin özünü düşünməsinə, özünü refleksiya etməsinə şərait yaradır. Daha sonra çıxış biletləri var. Gəlin görək çıxış biletləri nədir? Bu çıxış bileti 3-2-1-dən fərqli olaraq bu qısa vaxtda aparılır. Şagirdlər bir kağız parçasına müxtəlif suallara cavab yazaraq müəllimə təqdim edir. Məsələn, bugün sən nə öyrəndin? Daha nə öyrənmək istəyərdin? Sənin üçün ən çətin hissə nə oldu? Hansı sualına cavab tapa bilmədin? Hansı sualın qaldı? Bu kimi 1-3 suallara cavab verib şagirdlər həmin o kağız parçasını da müəllimə ötürür. Baxın, bu çıxış biletidir ki, dərsin sonunda dərsi yekunlaşdırmaq məqsədi ilə aparılır. Və növbəti dərsi planlaşdırmaq üçün də, məlumat toplamaq üçün də müəllim bu kağız parçalarına, yəni çıxış biletindən özünə bir ümumiləşmə də aparır. Baxın, bu da refleksiyanın aparmaq üçün olan bir fəaliyyətdir. Cümlə kökləri nədir? Bəli, cümlə kökü deyəndə adətən testi, tapşırıq suallarında əsas fikri daşıyan hissə nəzərdə tutulur. Yəni biz bunun nöqtələrin yerinə nə yazılmalıdır kimi də şagirdlərə tətbiq etdirə bilərik və yaxud da ki, onlar sualın, cümlənin, tapşırığın əsas ideyası, mahiyyət nədir, onu da orada müəyyən edə bilərlər. Baxın, bu da cümlə kökləridir. Şəxsi jurnallar nədir? Bu şəxsi jurnal adından da məlum olduğu kimi şəxsidir. Yəni şagird özü bir dəftər deyim də jurnal tutur və orada öz hisslərini, öz öyrənməsini, öz düşüncələr haqqında müntəzəm yazdığı bir qeydlər. Bu şəxsi jurnaldır. Yəni şagird özü üçün yazır. Mən nə öyrəndim, necə düşündüm, nə hiss etdim, nə öyrənə bilərəm, hansı məlumatları əldə etmək istəyirəm, bu kimi şagird özünü dərk edir. Yəni bunun məqsədi budur ki, şagird özünü yaxından tanısın, şagird özünü dərk etsin, öz prosesini, öyrənmə prosesini analiz etsin. Şagirddə də bu əlbəttə ki, yaradıcı fikirlər, yaradıcı təfəkkürü formalaşdırır. Eyni zamanda tənqidi təfəkkürü də burada şagirdin inkişaf edir. Baxın, bu da şəxsi jurnallardır. Müzakirədir, sual-cavabdır. Bunların da nə olduğunu bilirsiniz. Gündəlik olaraq şagirdə sual-cavab da edirik, onlarla müzakirələr də təşkil edirik. Dərsimizin izahı bu qədər. Əgər videonu bəyəndinizsə, kanala abunə olub dəyərli fikirlərinizi şərh bölməsində qeyd etməyi unutmayın. Təşəkkür edirəm.